Bugün dünyada çoxsaylı müharibələr gedir, eyni zamanda informasiya müharibəsi. Mən onlardan birincilərdən biri də mənəm. Bizlə Ermənistan arasında olan müharibə şükür Allaha ki sona çatdı. Bizim şərəfli bir qalibiyyətimizlə bu gün amma qonşumuz İranda dəhşətli müharibə davam edir. Elimizdə Rusiya Ukrayna arasında və müharibə təkcə döyüş meydanlarında getmir. Müharibə həm də informasiya dediyim kimi, həm də texnologiyada, həm də düşüncədə gedir. Təkcə müharibə döyüş meydanlarında baş vermir. Bax İranla Amerika-İsrail arasında gedən müharibə, Rusiya ilə Ukrayna arasında gedən müharibə, eyni zamanda bu yaxın vaxtlara qədər müharibə Hindistanla Pakistan arasında getdi. Bir neçə günlük müharibə oldu. Demək olar texnoloji müharibə oldu. Ancaq hava döyüşləri nəticəsində Pakistan tərəfi qalibiyyət qazandı və Hindistan məğlub oldu. Müharibə dayandı. İndi müharibələr başqa müstəvidə gedir. İnformasiyada. Bax bizlə Ermənistan arasında olan müharibə problemimizi həll edək. İndi müharibəni başqa müstəviyə keçirilib. Bir informasiya müharibəsi. Bizlə onlar arasında, bizlə Rusiyanın arasında informasiya müharibəsi gedir. Bəzən bizlə də İran arasında. Mənim bəzən çıxışlarım, İran haqqında çıxışlarım bəzən bizim insanların xoşuna gəlmir və onlar öz iradlarını bildirir, üstəlindən cürbəcür formada. Bax mən də həmin adamlara demək istəyirəm ki, dinin, təriqətin nə olduğunu, sünninin, şiənin nə olduğunu bilməyən adamlar bəzən də bilmədən ittiham formasına keçirlər. Amma anlamırlar söhbət nədən gedir. Bütün canlı təbiət özünü qorumaq məcburiyyətində. Yəni özü öz ərazisini müdafiə eləmək onun canlıdırsa borcudur. Əgər ölüsənsə sən heç nəyi müdafiə eləyə bilməzsən artıq. Amma sən canlısan, sən öz ərazini qorumalısan. Bizim hakimiyyət, bizim ölkədəki siyasi sistem bu problemi nədirsə biz onu içərdən daha yaxşı görürük. Bizim öz vətəndaşlarımız kim nə deyir desin, o türklər demişə mənim umurumda da deyil. Amma xaricdən deyəndə, erməni tərəfdən deyəndə, Rus tərəfdən deyəndə, hətta İran tərəfdən deyəndə mənim bu toxunur. Rusca da demişə kestimə toxunur və mən öz iradımı bildirməliyəm. İstənilən formada informasiya müharibəsi gedir, mən də onun iştirakçısıyam. Bugün Səhər televiziya kanalında bir verilişə baxdım və onu öz Saran kanalımda paylaşdım. İki qadın, Azərbaycanlı qadınlar bizim əleyhimizə çıxışları eybəcər formada. Bəli, informasiya müharibəsi indi İran televiziyasında, Səhər televiziyasına gedir. Mən isə blogeram, YouTuber, TikToker olaraq öz çıxışlarımı bu formada ifadə edirəm. Amma insanlar məni bəzən başa düşmür. Elə fikirləşirlər ki, mənim çıxışım varsa mən ancaq İranın əleyhinəyəm. Yəni İranın yox, şiəliyin əleyhinəm. Şiəliyin bu işə dəxli yoxdur. Mən dedim əsilli, köklü, nəsilli nəcabətli, İranın xoş yerindən olan şiəyik. Biz İmam Hüseyin, İmam Əli eşqi bizim qanımızdadır. Bunu bizə dəyişmək olmaz. Amma bunun bugünkü gündə informasiya müharibəsinə dəxli yoxdur. İnformasiya müharibəsində, bəli, bizlə onlar arasında, rəqiblər arasında informasiya müharibəsi. Bunun dinə, təriqətə dəxli yoxdur.